Vətənimdir Azərbaycan, İtaliyada. Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqovu daha da yaxından tanımağa çalışdıq. Sizin verilişinizə Azərbaycanda minlərlə vətəndaşlarımızı salamlayıram. Xoş gəlibsiniz İtaliya, Roma şəhərinə. Səfir həyatı, səfir ailəsi və səfirlik fəaliyyəti haqqında hər şey Vətənimdir Azərbaycan verilişində. Vətəndən uzaqda, vətənlə yaşayanlar, doğma el-oba niskilini ürəyində gəzdirənlərlə həmsöhbət olmaq, onları tanımaq çox kədərli olsa da, bir tərəfdən də qürur vericidir. Onlar xarici ölkələrdə yaşasalar da, müxtəlif vasitələrlə vətəndə baş verən hadisələri izləyir və uğurumuza sevinirlər. Çünki onlar bizim vətəndaşlardır. Çünki onlar vətən üçün burunlarının ucları göynəyənlərdir. Azərbaycanda minlərlə vətəndaşlarımızı salamlayıram. Xoş gəlibsiniz İtaliya, Roma şəhərinə, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinə və ümidvarım ki, verilişimiz də böyük maraq kəsb edəcək sizə dinləyənlərlə, bu verilişi baxanlara və ümidvarım ki, İtaliya haqqında yığdığınız məlumatlar, təəssürlər deməli Azərbaycanlılar üçün də maraqlı olacaq. Dünyada vətən həsrəti adlı bir dərd var. Ellərindən, yurdlarından ayrı olmağın dərdidir. Amma vətənimdir Azərbaycanın həmsöhbətləri bu yükü qürur duyaraq daşıyırlar. Çünki onlar xarici ölkələrdə vətəni təmsil edirlər. Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov kimi. Vaqif İsmayıloğlu Sadıqov 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olub. 1978-ci ildə SSR-nin 50 illik adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirib. 1986-cı ildən filoloji elmlər namizədidir. 1991-ci ilin sonuna qədər Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb. 1992-ci ilin əvvəlində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsinin birinci katibi vəzifəsində işinə başlayıb. 1993-1995-ci illərdə Xarici İşlər Nazirliyinin hərbi siyasi məsələlər üzrə şöbənin müdiri vəzifəsində işləyib. Bu müddətdə Vaqif Sadıqov Azərbaycanın nümayəndə heyətlərinin tərkibində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Şimali Atlantika Əməkdaşlıq Şurasının, Müstəqil Dövlətlər Birliyinin bir sıra zirvə və Xarici İşlər Nazirləri görüşlərində, eləcə də hərbi siyasi, regional təhlükəsizlik, adi silahlar üzrə nəzarət məsələlərinə həsr olunmuş bir sıra beynəlxalq tədbirlərdə iştirak edib. 1995-ci ilin aprel ayında Vaqif Sadıqov Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də BMT-nin Viyana bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi vəzifəsinə təyin edilib. 1998-ci ildən Vaqif Sadıqov nüvə sınaqların hərtərəfli qadağan olunması müqaviləsi üzrə təşkilatda, 2001-ci ildən isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsidir.
2004-cü ilin may ayında Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Səfir Vaqif Sadıqov evlidir. Onun 2 övladı var. 1956-cı ildə Bakı şəhərində anadan olmuşam. Təhsilimi Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna almışam 73-cü, 78-ci illərdə. Filologiya elmlər namizədiyəm. İnstitutu bitirəndən sonra elə həmin institutda çalışmışam, müəllim olmuşam həmin institutda və nəhayət 92-ci ildən başlayaraq Azərbaycan diplomatik xidmət orqanlarında çalışıram. 95-ci ildə Avstriya Azərbaycan səfiri vəzifəsinə təyin olmuşam və 2004-cü ilə qədər bu vəzifədə və eyni zamanda Viyanada yerləşən beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi vəzifəsində çalışmışam. 2004-cü ildən 2010-cu ilə qədər Azərbaycan Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışmışam və nəhayət Prezidentin fərmanı əsasında 2010-cu ilin noyabr ayından İtaliya səfir təyin olmuşam və eyni zamanda Malta, San Marino'da Azərbaycanı təmsil edirəm və Romada yerləşən 3 BMT-nin beynəlxalq təşkilatında da Azərbaycanın daimi nümayəndəsiyəm. Mən artıq bir ildən çoxdur ki, Azərbaycanı İtaliyada təmsil edirəm və İtaliya haqqında yalnız bir neçə kəlmə demək istərdim. Əlbəttə ki, İtaliya dünyanın aparıcı dövlətlərdən biridir. Avropanın 3-cü iqtisadi gücünə görə 3-cü dövlətdir, dünyada da 7-ci dövlətdir. İtaliyanın əhalisi təxminən 60 milyona yaxındır. Öz iqtisadi qüdrətinə, siyasi həyatda, dünya miqyasında çəkisinə görə deməli, dediyim kimi dünyanın aparıcı dövlətidir. Avropa İttifaqının, NATO-nun, ATƏT-in, Avropa Şurasının, Birləşmiş Millətlər Təşkilatının aparıcı dövlətidir və çox yaxşı haldır ki, Azərbaycanın xarici siyasəti deməli, uğurlarının da bir nəticəsi odur ki, bizim İtaliyanın əlaqələrimiz çox yaxşı səviyyədədir. Siyasi əlaqələrdən başlayaraq deyə bilərəm ki, daimi olaraq bizim nazirliklər arasında əlaqələr daimən inkişaf edir, müxtəlif səviyyələrdə səfərlər təşkil olunur. Azərbaycan Respublikasının prezidenti artıq bir neçə dəfə İtaliyada rəsmi səfərlərdə olub. Sonuncu dəfə keçən ilin iyunun 2-sində İtaliyanın prezidenti cənab Napolitano'nun dəvəti ilə İtaliyada rəsmi səfərdə olub. Vaqif Sadıqov haqqında mən böyük məmnuniyyətlə bildiklərimi, birgə əməkdaşlığımız, fəaliyyət dövründən sizinlə fikirlərimi görüşdürə bilərəm. Vaqif müəllimlə mənim ilk tanışlığım Vaqif Sadıqov Avstriya Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfir işlədiyi dövrlərə təsadüf edirdi. İş belə gətirdi ki, biz artıq MDB məkanından Avropaya adlamaq, Azərbaycan mədəniyyətinin təbliği və təşviqi ilə bağlı Avropa dövlətlərində bu tanıtım aksiyasını həyata keçirmək istiqamətində düşüncələrimizi ortaya qoyduqda çox qəfildən Avstriyadan, Vaqif Sadıqovdan Avstriyada Azərbaycan mədəniyyətinin tanıtımı ilə bağlı bir neçə təkliflər aldıq. Və mən bu işlərlə bağlı uzun, belə deyək, götür-qoy etmədən qısa sürə Vaqif Sadıqovla danışıqlar apardıqdan və o dövrdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri vəzifəsində çalışan Polad Bülbüloğlu ilə
razılaşmalar əldə etdikdən sonra Avstriyaya yola düşdüm və Vaqif Sadıqovla üzbəüz ilk tanışlığımız Vena şəhərində dünyanın ən gözəl mədəniyyət təchizatlarının, müəssisələrinin, təşkilatlarının cəmləşdiyi unikal bir şəhərə düşdüm və açıq söyləməliyəm, o dövrə qədər mən Venada olmamışdım. Və Venaya ilk gəlişim, ilk təəssüratım Vaqif Sadıqovla Venanın mərkəzi hissəsində gəzintilərim mənə bir röya, bir nağıl, bir qədim mədəniyyəti, çox böyük, zəngin mədəniyyəti özündə ehtiva eləyən möhtəşəm bir imperiya paytaxtını, belə deyək, xatırlatdı, gördüm. Avropada ilk müstəqil mədəniyyət günləri əlbəttə ki, Avstriyadan başladı və bu sahədə, bu işdə Vaqif Sadıqovun bir səfir kimi fövqəladə böyük bir rolü oldu. Vətənin hər qarış torpağı, suyu, havası insan üçün çox əzizdir. Adam var ki, uzun illər qürbətdə yaşayaraq bir ovuc torpağına həsrət qalır. Bugün müxtəlif ölkələrdə Azərbaycanı təmsil edən, onun nüfuzunu daha da ucaldan çoxlu sayda tanınmış ziyalılar, biznesmenlər və iş adamları var. Onların hər hansı daşı daş üstə qoyması, xeyirxah bir addım atması, savab bir iş görməsi ilk növbədə doğma vətəndə yaşayan insanların daha çox sevincinə səbəb olur. Elə Azərbaycanın İtaliyadakı səfirliyi və fövqəladə səfiri də ilk növbədə vətəni təmsil etmək və daha böyük uğurlara imza atmaq yolunda müvəffəqiyyətlə addımlayır. Azərbaycanın İtaliyadakı səfirliyi digər bizim diplomatik nümayəndəliklərimiz kimi Azərbaycanın təbliğatı ilə məşğul olan bir qurumdur. Əlbəttə ki, təbliğat deyəndə biz sərtərəfli Azərbaycan dövlətinin tamamilə təmsil edərək Azərbaycan haqqında məlumatların yayılması ilə də məşğuldur. Azərbaycanın siyasi, iqtisadi, humanitar həyatı haqqında məlumatların yayılması, İtaliya ictimaiyyətinə onların çatdırılması ilə məşğul. Humanitar sahə deyəndə mən mədəniyyət, elm, təhsil sahəni nəzərdə tuturam. Azərbaycanın zəngin mədəniyyəti, zəngin tarixi əlbəttə ki, İtaliya ictimaiyyəti üçün ola bilsin ki, müəyyən dərəcədə tanışdır. Ona görə də bunu da yerli ictimaiyyətə, İtaliya xalqına çatdırma bizim borcumuzdur və Azərbaycanın digər qurumları ilə yanaşı səfirlik də bu işdə öz töhfəsini verir. İtalyanlar əlbəttə ki, müəyyən qədər Azərbaycan haqqında biliklərə malikdirlər, amma təbliğat belə işdir ki, bunu daimən etmək lazımdır və Azərbaycanın mədəniyyətinin zənginliyi buna da imkan verir. Çox şadım ki, artıq ayın 16-sından, aprelin 16-sından başlayaraq bu mədəniyyət günləri
İtaliyada başlayacaq. Proqrama əsasən bizim Bakıdan gələn bizim incəsənət xadimlərin böyük bir dəstəsi aprelin 15-də İtaliyaya gələcək və artıq aprelin 16-sından başlayaraq birinci konsert Turində, ayın 17-sində Venesiyada, aprelin 19-da Milanda və nəhayət aprelin 21-də Romada keçiriləcək. Konsertlərin hamısı möhtəşəm zallarda keçiriləcək. Məsələn, Turində Castellano teatrında, Venesiyada Malibran teatrında, Milanda Giuseppe Verdi adında konservatoriyada və nəhayət Romada aprelin 21-də şəhərin ən böyük konsert meydançası olan auditorium konsert kompleksində keçiriləcək. Heydər Əliyev Fondunun dəstəyi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə aprel ayının 16-sından 22-sinə qədər keçirilən Azərbaycan Mədəniyyət Günləri tədbirə qatılan saysız hesabsız qonaqları valeh etmişdi. Mənim fikrimcə, İtaliyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi hər iki ölkəni daha da yaxınlaşdırır. Onların tarixini, mədəniyyətini, musiqisini paylaşaraq iki ölkə arasındakı əlaqələri daha da gücləndirir. Azərbaycan qədim tarixi olan bir dövlətdir və onun mədəniyyəti, musiqisi bizim diqqətimizi çox cəlb eləyir. Uzun zamandır ki, mən bu qədər gözəl vaxt keçirməmişdim. Burada deyə bilərəm ki, əsl istirahət etdim və zövq aldım. İtaliyada Azərbaycan mədəniyyəti günlərinin başa çatması ilə bağlı paytaxt Romadakı Auditorium della Musica konsert kompleksində mərasim keçirildi. Heydər Əliyev Fondunun Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, ölkəmizin İtaliyadakı səfirliyinin və Roma şəhər meriyasının dəstəyi ilə keçirilən mərasimdə birinci xanım Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər. Siz də iştirak edirdiniz, bilirsiniz ki, aprel ayında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə İtaliyada böyük tədbirlər həyata keçirdi. Turində, Venesiyada, Milanda, Rimdə mədəniyyət günləri keçirildi. Çox yüksək təşkilatçılıq nümayiş olundu bizim səfirlik tərəfindən, cənab səfir və səfirliyin hər bir əməkdaşı tərəfindən. Bilirsiniz ki, ölkənin birinci xanımı İSESKO və UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, onun dəstəyi və iştirakı ilə böyük Nizaminin abidəsi Rim şəhərində ucaldıldı və onun açılış mərasimində, o cümlədən mədəniyyət günlərinin bağlanış mərasimində Mehriban xanım İtaliyada, Rimdə bu tədbirlərdə iştirak etdi və böyük bir tədbirlərə şərəf verdi. Ümumən bütün tədbirlərin yüksək səviyyədə həyata keçməsi, mən hesab edirəm ki, bu səfirliyin və bilavasitə cənab səfirin işə son dərəcə məsuliyyətlə yanaşmasının nəticəsi idi. Fövqəladə və səlahiyyətli səfir
bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təyin olunur. Səfirin və səfirliyin əsas funksiyaları Azərbaycan Respublikasının diplomatik xidmət haqqında qanunu ilə tənzimlənir və səfirliyin fəaliyyəti haqqında əsasnamə ilə tənzimlənir. Səfir və səfirliyin işçiləri də bilavasitə Xarici İşlər Nazirinə operativ qaydada tabedirlər. Xarici İşlər Nazirliyinin təlimatları əsasında işləyir. Eyni zamanda əlbəttə ki, biz çox sıx əlaqədə Azərbaycanın digər dövlət qurumları ilə də işləyirik. Prezident administrasiyası ilə, Nazirlər Kabineti ilə, digər nazirliklərlə və bu fəaliyyət müvafiq olan təlimatlar, planlar əsasında keçirilir. Məqsəd vətənimdir Azərbaycan deyəcək insanları axtarıb tapmaq idisə, heç bir qüvvə bizi oradakı həmvətənlərimizlə tanışlıqdan saxlaya bilməzdi. Yolumuz səfirlikdən düşmüşkən, Vaqif müəllimlə bahəm səfirlikdə çalışan digər həmyerlilərimizi də qonaq olmağa çalışdıq və onların da səslərini eşitdirdik. Eşitdirdik ki, doğmalar eşitsin və bir doğmalarının da istiliyini hiss etsinlər. 2007-ci ildən bəri Azərbaycan Respublikasının İtaliyadakı səfirliyində çalışıram. Hal-hazırda Azərbaycan və İtaliya arasında siyasi əlaqələr və parlamentlər arası əlaqələr istiqamətində çalışıram. Bildiyiniz kimi Azərbaycan-İtaliya arasında əlaqələrin çox qədim tarixi vardır və təbii ki, səfirlik olaraq da biz bu tarixən mövcud olan yaxşı əlaqələri daha da möhkəmləndirmək və xalqlar arasında olan bu dostluğu daha da gücləndirməyə çalışırıq. Mən Erkin Heydərli, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyində ikinci katib vəzifəsində çalışıram. 2009-cu ildən buradayam. 2009-2010-cu illər ərzində səfir Emil Kərimovun rəhbərliyi altında çalışmışam. 2010-cu ildən etibarən isə səfir Vaqif Sadığovun rəhbərliyi altında çalışıram. Fəaliyyətin müddətində iki ölkə arasında qurumlar arası əlaqələrin inkişafı, ali təhsil və elmi tədqiqat qurumları arasında əlaqələrin inkişafı və digər bu kimi fəaliyyətlər üzrə çalışmışam. Bir sıra İtaliyada elmi kütləvi tədbirlərin keçirilməsində, rəsmi səfərlərin hazırlanmasında iştirak etmişəm. Səfirlik gündəlik iş rejimində iki ölkə arasında ümumiyyətlə tarixən mövcud olmuş əlaqələrin daha da inkişaf etdirilməsi, yeni mərhələyə çatdırılması istiqamətində öz fəaliyyətini təşkil edir. Burada yaşayan soydaşlarımıza diqqət ayırır, onların problemlərin həlli istiqamətində çalışır və İtaliya cəmiyyətinin, İtaliya ictimaiyyətinin Azərbaycanla bağlı məlumatlandırılması məsələsinə də öz diqqətini ayırır. 2010-cu ildə təcrübəli diplomat Vaqif Sadıqovun İtaliya səfir təyin edilməsi, səfirliyin fəaliyyətinin daha təkmilləşməsi, daha fəallaşmasına öz müsbət töhfəsini göstərmişdir. Ümid edirik ki, bu mövcud müsbət ənənə, müsbət dinamika gələcək illərdə də davam edəcək və iki ölkə arasında münasibətlər daha yeni mərhələlərə, daha üstün mərtəbələrə çıxacaqdır. Səfirliyin əsas işi bir neçə istiqamət üzrə gedir. Birincisi Azərbaycanı təmsil etmək, yəni təmsilçilik funksiyası bu deməli səfirliyin birinci funksiyasıdır. Əsas digər funksiyalarla yanaşı Azərbaycan haqqında, Azərbaycanın həyatının müxtəlif sahələri haqqında İtaliyada məlumatın yayılması, istər siyasi, xarici siyasəti haqqında, iqtisadiyyatı, humanitar sahəsi haqqında konsulluq funksiyaları çox önəmlidir. Çünki
Azərbaycan əlaqələri xarici ölkələrlə genişləndikcə Azərbaycandan bura gələn deməli bizim vətəndaşlarımızın sayı artır, onların hüquq və hüquqların müdafiəsi məsələsi çox önəmlidir. Ona görə konsulluq sahəsində də bizim işimiz kifayət qədər genişdir. Vətəndən uzaqlarda yaşamaq çətindir. Amma vətəndən uzaqda yaşayıb yaradanda bu daha gözəl, daha şirin və daha möhtəşəm olur. Çünki vətəndən uzaqda da həmyerlərimiz tərəfindən Azərbaycan tarixinin yeni səhifələri yazılır. Vətənimdir Azərbaycan, İtaliyada. Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqovu daha da yaxından tanımağa çalışdıq. Sizin verilişinizə Azərbaycanda minlərlə vətəndaşlarımızı salamlayıram. Xoş gəlibsiniz İtaliya, Roma şəhərinə. Səfir həyatı, səfir ailəsi və səfirlik fəaliyyəti haqqında hər şey Vətənimdir Azərbaycan verilişində. Aprelin 20-sində İtaliyanın paytaxtı Romada Bakı jurnalının təqdimat mərasimi keçirilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti, jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva tədbirdə iştirak etmişlər. Bakı jurnalının ingilis dilli versiyası ölkəmizi Avropada daha yaxından tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Jurnal Avropalı oxucuları qədim odlar yurdunun zəngin tarixi, mədəniyyəti, incəsənəti, gözəl ənənələri və mətbəxi ilə məhz ingilis dilində tanış edir. Bundan başqa, jurnalda Azərbaycanın müasir inkişafı və beynəlxalq aləmdəki nüfuzlu rolü, ölkəmizdə həyata keçirilən mühüm layihələr, geniş turizm imkanları və Azərbaycanlıların müasir həyat tərzi, xalqımızın gözəl xüsusiyyətləri də ingilis dilli oxuculara təqdim olunur. Jurnalın səhifələrində bədii foto sahəsində tanınmış ustaların işləri yer almışdır. Bu isə heç şübhəsiz ki, dərgiyə olan marağı daha da artırır. Nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan Bakı jurnalı artıq beynəlxalq aləmdə kifayət qədər tanınan və böyük reytinqa malik mətbu orqanına çevrilmişdir. Bundan əvvəl Moskvada və Londonda təqdimat mərasimləri keçirilən jurnalın ingilis dilli versiyası indi Avropada kifayət qədər geniş oxucu auditoriyasına malikdir. Romada Bakı jurnalının təqdimat mərasimini İtaliyanın tanınmış teleaparıcısı Massimo Ginni açaraq Azərbaycanın malik olduğu mədəni dəyərlər haqqında qonaqlara məlumat vermişdir. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti barədə danışan Massimo Ginni vurğulamışdır ki, Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycan bugün dünyada mədəniyyətlər arası və sivilizasiyalar arası dialoq platforması qismində çıxış edir. Son dövrlərdə İtaliyada Azərbaycan ilə bağlı bir çox tədbirlər keçirilir. Bu isə Azərbaycanın İtaliyada daha yaxşı tanıdılmasına xidmət edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva mərasimdə çıxış etmişdir. Jurnalda Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti və adət-ənənələri, həmçinin də müxtəlif sənət adamları haqqında məlumat verilir. Biz çox çalışırıq ki, bu dərgi İtalyan oxucularının da ürəyincə olsun. Azərbaycan kifayət qədər gənc ölkədir. Bu yaxınlarda ölkəmiz müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd etmişdi. Lakin bununla bərabər ölkəmizin çox qədim tarixi var. Müsəlman şərqində ilk dəfə Azərbaycanda qadınlara seçib seçilmə hüququ verilmişdi. Aprelin 20-sində İtaliyanın məşhur Villa Borghese parkında dahi Azərbaycan şairi
Nizami Gəncəvinin heykəlinin ucalması isə xalqımız üçün qürurverici bir hadisə oldu. Çünki tarixinin əsrləri aşdığı Villa Borghese parkında Gogol, Rustavelli, Sədi, Firdovsi kimi ictimai xadimlərə, böyük şairlərə, yazıçılara heykəllər qoyulur. Dahi Nizaminin heykəlinin ucaldılması isə İtaliya tərəfindən Azərbaycana, mədəniyyətimizə xüsusi diqqətin olmasını hiss etdirdi. Bu bir fəxr idi və bu fəxri bizə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Vaqif Sadıqovun timsalında Azərbaycanın İtaliyadakı səfirliyi yaşatdı. Bir il müddətində Roma meriyası ilə danışıqlar aparırdı və nəhayət Roma meriyasının nəzdində olan xüsusi bir komissiya Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin də bu sıraya həmin bu parkda yerləşdirilməsi haqqında müsbət qərar verib. Həyətbaşçılar, bizim İtaliyadakı səfərimiz davam eləyib və biz özümüzə borc bildik ki, dahi bizim şairimiz Nizami Gəncəvinin heykəlini də ziyarət edək. Birinci gündür ki, bizim birinci xanımız Mehriban xanım Əliyeva tərəfindən bu heykəl açılıb və təntənəli surətdə bu da açılış keçirilib və biz çox sevinirik ki, artıq nəinki Rusiyanın paytaxtı Moskva şəhərinə və ilk dəfə Avropada, bax burada İtaliyanın paytaxtı Roma şəhərində bizim dahi şairimiz Nizami Gəncəvinin heykəli açıldı və bir neçə gün sonra siz həmin süjetə görəcəksiniz ki, açılışla bağlı və gəlin heykəli ziyarət edək və çox istərdik ki, Avropanın başqa şəhərlərində də bizim şairlərimizin, yazıçılarımızın, tanınmış insanların heykəli qoyulsun. İtaliyada Azərbaycan mədəniyyəti günləri çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən şairin yubileyinə həsr olmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə aprelin 20-sində Roma şəhərindəki məşhur Villa Borghese parkında böyük söz ustadının abidəsinin açılışı olmuşdur. Mərasimdə Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir. Birinci xanım Mehriban Əliyeva və Roma şəhər meriyasının beynəlxalq şöbəsinin müdiri xanım Serena Forni abidənin üzərindəki ağ örtüyü götürdülər. Xanım Serena Forni tədbirdə çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu mərasimdə iştirakına görə minnətdarlığını bildirmiş, Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasını ölkələrimiz arasında dostluğun rəmzi kimi qiymətləndirmişdi. İşimlə əlaqədar olaraq bir neçə dəfə Azərbaycanda olmuşam. Ölkənizdən çox xoşum gəlir. Çox qonaqpərvər bir xalqsınız. Ölkəniz hər zaman açıq fikirliliyi və tolerantlığı ilə tanınıb. Azərbaycanda hər zaman mədəniyyətlər, dinlər və adət-ənənələr bir-birinə qovuşub. Romada təşkil edilən Azərbaycan mədəniyyəti günləri İtalyan xalqına ölkənizi daha yaxından tanımaq imkanı yaradır. Azərbaycanlıların özünə məxsus mədəniyyəti haqqında çox eşitmişdim, amma canlı şahid olmaq daha gözəl təsir bağışladı. Nizami Gəncəvi haqqında çox maraqlı məlumatlara sahib oldum. Çox zəngin ədəbiyyatınız var. Deyərdim ki, orta dövr ədəbiyyat nümayəndələrinin şahı Nizamidir. Onun ibrətli və poetik ifadələri əsərlərinə axıcılıq qatır. Həyətbaşçılar, biz artıq heykəli ziyarət elədik və yenə də təkrar edeyim ki, İtaliyanın paytaxtı Roma şəhərində bu gözəl, möhtəşəm bir heykəl qoyulub və biz istərdik ki, bizim arzumuz odur ki, Avropanın və dünyanın bütün ölkələrində bax, belə heykəllər bizim yazıçılarımızın, bəstəkarlarımızın, şairlərimizin heykəli qoyulsun və biz sevinirik, fəxr edirik və yavaş-yavaş yenə də yolumuza davam edirik. Əlbəttə, bu işdə bu işin böyük payı deməli bizim Mədəniyyət və Turizm Nazirliyinin işi olmuşdu. Onlar daimən artıq bir ilə yaxındır bu layihə üzrə işləyirlər. Layihənin heykəlin müəllifləri bizim görkəmli incəsənət xadimlərimiz Salxab Məmmədov və Əli İbadullayevdir. Hesab edirəm ki, bu Azərbaycan mədəniyyəti, Azərbaycan tarixini təbrik eləmək üçün bu işdə böyük bir, önəmli bir hadisəyə çevriləcək və sonradan da Azərbaycandan Romaya gələn
bizim vətəndaşlarımızın ziyarət etdikləri vacib bir yerlərdən biri olacaq. Aprelin 21-i Roma şəhər günüdür və mən bu yaxınlarda Romanın meri cənab Cani Alimanla ilə görüşəndə ona dedim ki, bu ayın 21-də olan buradakı konsert bu bir növ Azərbaycandan Roma şəhərinə olan bir musiqili hədiyyədir. Bu da o çox məmnuniyyətlə bunu qarşıladı. Gələn il üçün biz planlaşdırırıq Azərbaycanın deməli, xaricdə oxuyan tələbələrin beynəlxalq forumunu, 3-cü forumunu Romada keçirək. Artıq bu haqda ilkin razılıq əldə olunub. Ümidvaram ki, bu da bizim əlaqələrin inkişaf etdirilməsi istiqamətində növbəti bir addım olacaq. Bizim parlament əlaqələrimiz çox yaxşıdır. Keçən il bizim Milli Məclisin sədri cənab Oqtay Asadovun da səfəri təşkil olunmuşdu. İtaliya parlamentində böyük sayda olan İtaliya-Azərbaycan parlamenti dostluğu qrupu fəaliyyət göstərir. Və bu çox yaxşı siyasi əlaqələrin nəticəsi olaraq bizim iqtisadi əlaqələrimiz də çox yüksək səviyyədədir. 2010-cu ildə Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi 7,6 milyard ABŞ dolları təşkil etdiyi halda artıq keçən il 2011-ci ildə bu rəqəm 9,5 milyard ABŞ dollarına çatmışdır. Bu həddən artıq çox yüksək rəqəmdir. Hətta deyə bilərəm ki, İtaliyanın hələ bəzi Avropa İttifaqı ölkələri ilə də o qədər ticarət dövriyyəsi yoxdur. Azərbaycanın da əhalinin sayını nəzərə alsa, bizim üçün də, İtaliya üçün də bu çox böyük rəqəmdir. Qeyd edə bilərəm ki, hal-hazırda İtaliya-Azərbaycanın ticarət dövriyyəsi məsələlərində artıq birinci tərəfdaşıdır. Azərbaycanın təxminən 30% xarici ticarət dövriyyəsinin payı İtaliyanın payına düşür. Və ümidvaram ki, bu iqtisadi əlaqələr getdikcə də genişləndirəcək və ümidvaram ki, bu il biz artıq 10 milyard ABŞ dolları səviyyəsinə gəlib çatacaq. Roma Sivilizasiya Muzeyində keçirilən tədbir deməli dünya əhəmiyyətli tədbirlər sırasında Romada sivilizasiyaların mədəniyyətin özündə əks etdirən böyük bir sərgi açılması haqqında ilk xəbəri Vaqif Sadıqov Mədəniyyət Nazirinə təqdim etdi. Mədəniyyət Nazirliyi burada öncə kiçik bir pavilyonla, sonra isə Vaqif müəllimin səyi nəticəsində təxminən 1000 kvadrat metrəyə yaxın olan bir ərazidə 6 ay müddətində davamlı olaraq deməli sərgiyə qatıldı və hesab edirəm ki, Azərbaycanın bugünkü uğurlarının dünyaya tanıdılması və çatdırılması nöqteyi nəzərindən Azərbaycanın tarixinin doğru düzgün işıqlandırılması, onun tanıtımı nöqteyi nəzərindən İtaliya kimi inkişaf etmiş bir dövlətdə xüsusilə mədəni dəyərlərə çox önəm verilən, qiymət verilən və özünün çox böyük deməli mədəniyyət tarixi olan bir ölkədə bu cür təqdimatı çox böyük hadisədir və burada qeyd-şərtsiz Azərbaycanın İtaliyadakı səfiri cənab Vaqif Sadıqovun rolu haqqında danışmaq lazımdır, bunu danmaq mümkün deyil.
Bizim deməli İtaliya-Azərbaycan Birgə İqtisadi Komissiya fəaliyyət göstərir. Keçən il onun növbəti iclası olur. Komissiyanın iclaslarında bizim iqtisadi və ticarət əlaqələrinin gələcək istiqamətləri müzakirə olunur. Eyni zamanda bizim humanitar sahədə də çox yaxşı əlaqələrimiz var. Yəni təhsil, elm, mədəniyyət sahəsində. Təhsilə gəldikdə deyə bilərəm ki, Azərbaycan bir çox ali təhsil ocaqlarının müvafiq İtaliya universitetləri ilə yaxşı əlaqələri var. Bakı Dövlət Universitetinin, deməli Azərbaycan Dillər Universitetinin misal çəkə bilərəm. İtaliyanın, məsələn, ən böyük, Avropanın ən böyük universiteti olan Romada yerləşən La Sapienza Universitetinin, deməli Azərbaycanla yaxşı əlaqələri var. Bir neçə dəfə müəllimləri Azərbaycanda səfərdə olublar. Son zamanlar İtaliyada yaşayan yüzlərlə Azərbaycanlının, o cümlədən elə İtalyanların da ölkəmizə səfərlərinin artması daha bir uğurlu addımın atılmasına səbəb oldu. Belə ki, Azərbaycan hava yollarının Romaya birbaşa reysinin açılması ölkələr arasındakı əlaqələrin güclənməsinə növbəti addım oldu və çoxsaylı xarici vətəndaşın Azərbaycan paytaxtını görməsi üçün fürsət yaratdı. İki ölkə arasında istər siyasi, xüsusən də iqtisadi və turizm əlaqələrinin inkişafı üçün əlbəttə ki, iki ölkə arasında nəqliyyat vasitələrinin, nəqliyyat həddlərinin olması çox vacibdir. Eyni zamanda bu da İtaliyanın Azərbaycan arasında əlaqələrə də şamil oluna bilər. Və bununla əlaqədar onu deyə bilərəm ki, İtaliyadan Azərbaycana hər ay turizm axını yavaş-yavaş artır. Rəqəmlər çox böyük olmasa, amma bu artım daimən hər ay baş verir. Turistlər İtaliyadan Bakıya, Gəncəyə, digər şəhərlərə gedirlər və Mədəniyyət və Turizm Nazirliyi bu işdə böyük iş görür. Və bu axını eyni zamanda da ümumiyyətlə iqtisadi əlaqələri genişləndirmək üçün səfirlik bir neçə dəfə Roma ilə Bakı arasında birbaşa hava həddinin açılması barədə deməli təkliflə ölkə rəhbərliyinə və Xarici İşlər Nazirliyinə müraciət etmişdi. Bundan əvvəl artıq bir neçə il İtaliyanın şimalında yerləşən Milan şəhərindən Bakıya həftədə 2 dəfə uçuşlar Azərbaycan Hava Yolları təyyarəsi ilə baş tutur. Keçən il bizim İtaliyanın şimali bölgəsi ilə genişlənməkdə olan iqtisadi əlaqələri nəzərə alaraq keçən il hətta yük təyyarəsində Azərbaycan Silkway şirkətinin Boeing 747 dünyanın ən böyük yük təyyarəsində uçuşları mütəmadi şəkildə həyata keçirməyə başlayıb həftədə 2 dəfə uçur. İtaliyada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Hava Yollarının Bakı-Roma-Bakı marşrutu yeni bir uçuş xətti istifadəyə verildi. Aprelin 17-sində Heydər Əliyev Beynəlxalq Aeroportundan yerli vaxtla saat 8:30-da havaya qalxan Aerobus 319 sərnişin təyyarəsi 4 saat 30 dəqiqədən sonra Romanın Leonardo da Vinci Beynəlxalq Hava Limanında yerə indi. Təyyarənin sərnişinlərini Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov, aeroportun rəhbərliyi və şirkətin İtaliya üzrə baş təmsilçisi İbrahim Seyidov qarşıladılar. Birbaşa Romadan Bakıya təyyarənin olması şərtdə mən hesab edirəm ki, Azərbaycana gələn İtalyan vətəndaşların sayı getdikcə də ondan da çox olacaq. Dünyanın ən qədim şəhərlərindən olan Romaya müntəzəm reys açmaqda əsas məqsədimiz İtaliya və Azərbaycan xalqları arasında əlaqəni daha da genişləndirmək, hər iki ölkə arasında sahibkarlığın, biznesin və turizmin inkişafına nail olmaqdır. Romada keçirilən ilk reysin açılışı mərasimi əlbəttə xoş bir təsadüfdür. Çünki bugün İtaliyada ilk dəfə olaraq Azərbaycan Mədəniyyəti Günləri keçirilir və Roma bizim uçuş coğrafiyamızda 26-cı şəhərdir. Ümid edirəm ki, bu uçuşlar Azərbaycan Hava Yollarına
uğur gətirəcək və ölkəmizin iqtisadiyyatını daha da zənginləşdirəcəkdir. Bakı-Roma-Roma-Bakı xəttinin açılışı çox önəmli hadisədir. Artıq vətəndaşlarımız rahat, komfortlu və çox yüksək səviyyəli xidmətlə Azərbaycan hava yollarının təşkil etdiyi bu reyslə tarixin ən önəmli şəhərlərindən biri, həm qədimliyi, həm müasirliyi ilə göz oxşayan Romaya gələ biləcəklər. Bu işə əmək sərf edən və əziyyət çəkən hər kəsə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bakı-Roma-Bakı marşrutunun istifadəyə verilməsi münasibəti ilə hava limanında mərasim keçirilmişdir. Bu reysdən istifadə edən hər iki ölkənin iş adamları, tələbələr və turistlər artıq rahat şəkildə Azərbaycandan İtaliyaya və əks istiqamətə hərəkət edə biləcəklər. Eyni zamanda yeni təyyarə reysi ölkələrin turizm sahəsində əməkdaşlığını da genişləndirəcək və turizm şirkətlərinin işini asanlaşdıracaqdır. Azərbaycan-İtaliya münasibətlərinin müsbət inkişaf xəttinin mühüm hissəsi də məhz orada fəaliyyət göstərən səfirliyimizin öhdəsinə düşür. Cənab səfir fəaliyyəti dövründə Azərbaycanla İtaliya arasında iqtisadi, siyasi əlaqələrin gücləndiyindən də əminliklə danışdı. Bir neçə geniş miqyaslı təbliğat layihələrinə üzrə iş aparılırdı. Bu layihələrin biri də İpək Yolu festivalı adlanan bir layihə idi. Bu festivalın da mahiyyəti ondan ibarət edir ki, İtaliyanın Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Roma şəhərinin meriyası tarixi İpək yolunda yerləşən dövlətlərin Romadakı indiki səfirliklərinə məlumat yayıb, bu ölkələrdən incəsənət, xüsusən də incəsənətin tarixi, ümumiyyətlə tarixlə bağlı sərgilərin Romada keçirilməsinə dəvət edir. Bunu da ondan da əsaslandırırlar ki, tarixi İpək yolu Avropada məhz İtaliyada, Venetsiya, Milan tərəf bölgələrindən başlayıb, sonra isə deməli Balkan yarımadası, Türkiyə, Qafqaz, Mərkəzi Asiyadan Çinə qədər gedirdi. Və artıq deməli oktyabr ayından bu layihə başlayıb və belki bu mayın sonuna qədər, iyunun əvvəlinə qədər davam edəcək. Layihənin mahiyyəti ondan ibarətdir ki, deməli, bu layihədə iştirak etmək istəyən ölkələrə Roma meriyası sərgi salonları ayırıb, müəyyən muzeylərin sərgi salonlarını və digərlərini və artıq hər ölkə öz təqdimatını, öz sərgisini burada keçirir. Nəhayət, bu ilin fevralın 13-də Roma Mədəniyyəti Muzeyində Azərbaycan tərəfindən 5 böyük zal ayrılıb və Mədəniyyət və Turizm Nazirliyimizin əməkdaşları tərəfindən deməli orada geniş sərgi qurulubdur və fevralın 13-də bizim Mədəniyyət və Turizm Naziri Cənab Əbülfəz Qarayev bu sərginin rəsmi açılışında iştirak edib bu sərgini açıb. Əziz tamaşaçılar, hal-hazırda biz yenə də İtaliyadayıq və biz bir neçə dəqiqədən sonra Roma Sivilizasiya Muzeyinə gedəcəyik. Artıq neçə vaxtdır ki, bizim Azərbaycan Odlar Yurdu İpək yolunda belə bir adla bir sərgi burada açılıb və biz özümüz də çox istərdik ki, həmin sərgidə iştirak eləyək. Gəlin, daxil olaq, baxaq o sərgidə nələr var. Sərgimizin adı Azərbaycan Odlar Yurdu İpək yolunda adlanır. Sərgimizin təşkilatçıları Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir. Sərgimiz 13 fevral 2012-ci il tarixində Cənab Nazirin iştirakı ilə möhtəşəm şəkildə açılışı oldu. Sərgimiz həddən çox marağa sahibdir, həddən çox maraq tələb eləyir, insanlar çox maraqlanır sərgimizlə. Bundan əlavə, həmçinin mən qeyd eləməliyəm ki, sərgimiz 2 ay müddətində biz burada olmalıydıq, lakin əhalinin gələn qonaqların marağını nəzərə alaraq İtaliya tərəfi müraciət etdi hörmətli nazirimizə və nazirimiz müsbət cavab verdi. Bununla yanaşı, buna görə də bizim sərgimiz 1 ay müddətində də uzadıldı İtaliyadan. Romada 2011-ci ilin oktyabr ayından başlayaraq müxtəlif mədəniyyətlər və dinlər arası dialoqun təbliğ edilməsi məqsədi ilə İpək yolu üzərində olan bütün ölkələrə həsr olunmuş 1-ci İpək yolu beynəlxalq mədəniyyət biennalesi keçirilir.
İpək yoluna daxil olan ölkələrdən Gürcüstan, Özbəkistan, Çin, Türkiyə, İtaliya və digər ölkələr Romada müxtəlif muzeylərdə sərgilərini təşkil etmişlər. Fevralın 13-də Heydər Əliyev Fondu ilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Roma Sivilizasiyası Muzeyində açılışı olan Azərbaycanla bağlı sərgi də elə bu silsilədəndir. Bundan əlavə eksponatlar da hər ayrı-ayrılıqda gördüyünüz kimi ayrı-ayrılıqda işıqlandırılıb ki, sırf Azərbaycanın eksponatları olduğu digərlərindən seçilsin. Neçə zaldan ibarət? Ümumiyyətlə sərgi 4 zaldan ibarətdir. Bütün eksponatlar 4 zalda yerləşdirilib. Burada da rəqəmsal texnologiyanın köməyi ilə Qobustana aid olan bir çox məlumatlar əldə etmək mümkündür. Hal-hazırda Odlar Yurdu Azərbaycan görsənir və digərində isə İpək yolunda iştirak edilən ölkələrin siyahısıdır. Burada da həmçinin Azərbaycanın içəri şəhər haqqında məlumatlar var. Rəqəmsal texnologiya vasitəsilə gələn qonaqlarımızın hər biri Azərbaycan haqqında və digər məlumatları əldə edirlər. Həm şəkillər vasitəsilə, həm də həm İtalyan, həm də İngilis versiya dilində. Daha çox maraqlanırlar. Maraqlıdır ki, tək İngilis dilində deyil, İtalyan dilində olmaqları onlara çox böyük köməklik göstərir. Burada İncəsənət Muzeyinə məxsus eksponatlar və Xalça Muzeyinə məxsus eksponatlar nümayiş olunur. Həmçinin Qala Milli Qoruğuna məxsus eksponatlar gördüyünüz kimi vitrinlərdə nümayiş olunur. Çox qədimdir. Burada da hal-hazırda nümayiş olunanlar haqqında geniş məlumatlar var. Azərbaycanın bölgələri haqqında, İpək yolu haqqında, hər biri haqqında əlavə məlumatlar həm İngilis, həm də İtalyan dilində. Bu isə 3-cü zalımızdır. 3-cü zalımızda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin xalçaları nümayiş olunur. Toxuyanlar haqqında daha çox maraqlanırlar, məlumat əldə eləmək istəyirlər. Ən çox sumaqlar maraqlıdır onlar üçün və zililər təbii ki. Burada da rəqəmsal texnologiyanın vasitəsilə xalçalar nümayiş olunur. Görürsünüz, bu da çox maraqlı olur gələn qonaqlarımıza. Burada da xalçalar haqqında həm İngilis, həm də İtalyan dilində məlumatlar var, bölgələr haqqında məlumatlar var. Roma Sivilizasiyası Muzeyi 1955-ci ildə açılmışdı. Lakin muzeyin ekspozisiyası açılışından çox əvvəl mövcud olmuşdu. Ekspozisiya 1911-ci ildə Rodolfo Lancian tərəfindən təşkil olunmuşdu. O, ekspozisiyanı İtaliyanın birləşməsinin 50-ci il dönümünün qeyd olunmasına həsr etmişdi. Roma Sivilizasiyası Muzeyi böyüklüyü Roma şəhərindən olan digər muzeylərdən fərqlənir. Muzeyin memarları Accieri, Bernardini, Pascoletti və Peresutti olmuşdu. Bu artıq sərgimizin sonuncu zalı 4-cü zaldır. 4-cü zalda Azərbaycan Milli İncəsənət Muzeyinə məxsus olan mis qablar gördüyünüz kimi mis qablar nümayiş olunur. Hər biri ayrı-ayrılıqda marağa səbəbdir. Xüsusilə sərpuş onlar üçün çox maraqlıdır. Sərpuşun görünüşü, üstündəki elementlər çox maraqlı gəlir onlara. Həmçinin digər vitrində də İncəsənət Muzeyinə məxsus olan mis qabları nümayiş olunur. Və həmçinin ən çox maraq deməli Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinə məxsus olan musiqi alətlərimizdir, qədim alətlərimizdir hər biri. Görürsünüz ki, orada da nümayiş olunur və ən çox maraq da bunlar haqqında rəqəmsal ekranda həm bunları görmək olur, həm də onlara toxunmaqla onların musiqi səslərini eşitmək mümkündür. Həmçinin bununla yanaşı informasiya əldə eləmək olur hər biri haqqında ayrı-ayrılıqda, həm İtalyan, həm İngilis dilində. Buna görə də onlara gələn qonaqlara maraqlı gəlir onların hər birinin səsi. Xüsusilə biz məlumat veririk tar, qaval, kamança haqqında, bizim muğamımız haqqında, milli musiqimiz haqqında ki, bizdə belə bir UNESCO-nun da qəbul elədiyi belə bir musiqimiz var. Çox maraqlanırlar, hamısı internetdə axtarıb qulaq asmağa çalışacaqlarını deyirlər. Görürsünüz.
Bura ilk zalımızdır. Birinci zalımızda Qobustan qoruğuna aid olan eksponatlar nümayiş olunur. Gördüyünüz kimi rəqəmsal texnologiyanın köməyi ilə hal-hazırda nümayiş olunur. Qobustan qayalıqları, onlarda əks olunan qədim tarixi nümunələr. Burada Milli İncəsənət Muzeyinə məxsus 2 ədəd gümüş kəmərlər nümayiş olunur. Onlar da çox böyük maraqlı gələn qonaqlarımıza ki, həqiqətən də gümüşdür və qədimdir. Gördüyünüz kimi hər biri 19-cu əsrə məxsusdur. 19-cu əsrin tarixini özündə canlandırır. Muzeyin ekspozisiyası itmiş və ya dağıdılmış heykəllərin klassik nümunələrinin reproduksiyasından və eləcə də indi də tam və mövcud olan ayrı-ayrı sənət əsərlərinin surətinin kolleksiyasından ibarətdir. Muzeydə daha çox iri həcmli eksponatlar var. Eksponatların əsasını tökmə heykəllər, büstlər, kitabələr, relyef parçaları, mebellər, praktiki daxili obyektlər, alətlər və s. təşkil edir. Muzey 12.000 kvadrat metr ərazidə yerləşir. Otaqların hündürlüyü 10 metrdir. İlk 14 otaq demək olar ki, 6-cı əsri əhatə edir. Меня зовут Ceyla, я из Baku. Mənim adım Ceyladır. Mən Bakıdanam. Biz bugün Azərbaycanda həsr olunmuş sərgiyə gəlmişik. Sərgi haqqında təəssüratlarımız çox gözəldir. Sərgi çox gözəl təşkil olunub. Nümayiş olunan xalça nümunələrindən başqa musiqi alətlərinə həsr olunmuş ekspozisiya çox xoşuma gəldi. Bu həm də mənim oğlumun xoşuna gəldi. Baxmayaraq ki, o Azərbaycanın milli musiqi alətlərinin, taran, kamançanın və sair səslənməsini ilk dəfə eşidir. Bu sərgi çox yüksək səviyyədə təşkil olunub və arzum budur ki, Avropada bu cür sərgilər tez-tez təşkil olunsun. Avropalılar Azərbaycanın mədəniyyətini daha yaxından tanısınlar. İtaliyada təşkil olunmuş bu sərginin sayəsində çox şeydən anlayışım oldu. Əsas da sizin xalçalardan. Əslində mən onlara xalça yox, əsl sənət əsəri deyərdim. Bu sərgidən sonra məndə sizin müstəqil respublikanızı səyahət etmə həvəsi yarandı. Biz İtaliyada təəssüf ki, sizin ölkə haqqında az məlumatlıyıq. Gələcəkdə arzu edirəm ki, belə sərgilər mütəmadi olaraq təşkil olunsun. Mən özüm keçmiş Sovet ölkəsində yaşadığım üçün az da olsa Azərbaycan haqqında məlumatım var idi. Əslində İtalyanlarda Bakı, Azərbaycan barəsində məlumat azdır. Mənim həyat yoldaşımda da Azərbaycanı gəzmək həvəsi yaranıb. Ona görə də bu sərginin təşkilatlarına öz minnətdarlığımı bildirirəm. Azərbaycan musiqi və mədəniyyətini çox bəyəndim. İtaliyada belə musiqi ifa etməyiniz bizi valeh etdi. Azərbaycan və İtaliya mədəniyyətləri arasında çox bənzərliklər var. Rəqs və muğamınız çox heyrətamizdir. Azərbaycanı Romada yaşatdığınız üçün çox sağ olun. Gördünüz ki, necə gözəl, maraqlı sərgimiz var. Əhalinin də marağını gördünüz. Bu sərgiyə görə, Azərbaycanın belə təbliğinə görə Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin Azərbaycanın İtaliyadakı səfirliyinə, başda Vaqif Sadıqov olmaqla çox böyük təşəkkürümüzü bildiririk. Azərbaycanın təbliğatı ilə bu cür belə yüksək səviyyədə məşğul olurlar. Hər birinə təşəkkür edirəm. Son dərəcə işgüzar, son dərəcə dəqiq, son dərəcə özünə və ətrafındakılara qarşı tələbkar, bilikli, savadlı, bax bu cür mən Vaqif Sadıqov tanıyıram. Vətəndaş mövqeyi olan Vaqif Sadıqov tanıyıram. Vətənim də Azərbaycan verilişi, ümumiyyətlə Xəzər televiziyası bu işdə böyük nailiyyətlər qazanıb. Baxmayaraq ki, biz indi informasiya cəmiyyətində yaşayırıq və deyək, internet vasitəsilə evimizdə oturub hər şey öyrənə bilər, amma gələn də sizin peşəkar jurnalistlərin gözü ilə bu xarici ölkələri onlara təqdim eləmək, orada yaşayan Azərbaycanlılarla o verilişləri çəkib bizim vətəndaşlarımıza çatdırma əlbəttə ki, böyük işdir, çünki siz orada sırf öz fikirlərinizi də, öz təəssüratlarınızı da əlavə edirsiniz və bizim cəmiyyətimizin bu sahədə məlumatlandırılmasına kömək edirsiniz. Bu yaxşı haldır və mən sizin verilişinizə ümumiyyətlə Xəzər televiziyaya uğurlar arzulayıram. Kimi elmi, savadı, biliyi ilə xidmət edir vətənə, kimi əməyi ilə, kimi canından, qanından keçir, kimi də yaxınlarından.
Amma onlar vətən üçün vətənin özündən keçənlərdir. Uzun illər torpağın qoxusundan, çiçəyin ətrindən, hətta keçdiyi küçələrindən ötürü belə burunlarının ucu göynür. Amma bu da onların xidmətidir. Çünki onlar fövqəladə və səlahiyyətli səfirdilər. İtaliya səfirimiz də oralarda vətənimdir Azərbaycan deyən bir neçə yüz insanın olduğundan xəbərdar etdi. Bizi və sizi.